bu günləri ədəbiyyatımızda ilk faciə janrında yazılmış əsər Müsibət-i Fəxrəddin faciəsini keçirir. Müsibət-i Fəxrəddin faciəsi ədəbiyyatımızda təbii ki, ilk faciədir və mənsur şəklindədir. Mənsur, yəni nəsrləndir. Nəsr şəklindədir. Təbii ki, ədəbiyyatımızda ilk mənzum faciə də var, nəzm şəklində də olan var, amma bu nəsrləndir. Bu əsərin mövzusu nədir? Mən təhlilində burada deyirəm. Əsərin mövzusu odur ki, maraqlı bir mövzusu var. Əsərin mövzusu odur ki, burada mülkədar həyatından söhbət gedir. Və yaxud qan davasından söhbət gedir. Nəsillər arası ədavətdən, davadan söhbət gedir. Əslində, əsərin mövzusu, yəni bir mövzu kimi qiymətləndirmək olmaz. Əsərin mövzusu bir neçədir. Burada mütərəqqi qüvvələrlə, yəni inkişafı dəstəkləyən qüvvələrlə, mürtəci qüvvələr də var. Onlar arasında savaş gedir. Mürtəci nə deməkdir? Mürtəci köhnə dədə-baba qaydalarını belə deyək, lazımsız köhnə adət-ənləri saxlayan, belə deyək, görüşlərə deyirlər, mürtəci deyirlər. Amma inkişafı dəstəkləyənlərə mütərəqqi deyirlər. Deməli, burada mütərəqqi ilə mürtəci qüvvələr bir-birinə mübarizə aparır. Yəni, şər qüvvəsi ilə xeyr qüvvə bir-birinə mübarizə aparır. Bu əsər ədəbiyyatımızda bir dənə də ilk adı ilə tanınır. Əsər ədəbiyyatımızda dramatik növdə, bu əsər ədəbiyyatımızda, yəni dramaturgiyada ilk maarifçi qadın obrazı ilə də tanınır. Şöyle bunu qarışdırmayaq. Ədəbiyyat dramaturgiyamızda ilk qadın obrazı Misir Jordan Dərviş Məstəri Şahzadə. Amma dramaturgiyamızda ilk maarifçi qadın obrazı Saadət xanım bu əsərdədir. Ədəbiyyatımızda ilk maarifçi qadın obrazı məhz bu əsərdədir, Saadət xanımdır. Maarifçi qadın obrazı, ona diqqət edək. Əsərdə süjet xəttinə başlayaq, görə süjet xətti nədən ibarətdir? Əsər 6 məclisdən ibarətdir. 6 məclisdir uşaqlar. Ona görə bura diyaloqlara, monoloqlara diqqətlə qulaq asaq, mən də çalışacağam ki, yadımda qalan hər bir şeyi deyim. Birinci məclis. Əsərin birinci məclisi necə başlayır? Birinci məclisdə göstərirlər ki, Rüstəm bəydir, mülkədardır, varlı imkanlı bir mülkədardır. Və özündən razıdır, xudbindir. Mənəmlik hissi var. Mənəmlik hissi var bu insanda. Əsərin başlanğıcı göstərirlər ki, Rüstəm bəyin kabinetidir, yəni otağıdır Rüstəm bəyin. Və Rüstəm bəyin otağı Avropa qaydasında bəzənir, yəni müasir qaydada. Avropa qaydası nə deməkdir? Bu demək ki, içəridə kreslo var, divan var, orada da səndəl deyirlər. Bu Rüstəm bəy oturub öz səndəlində tək oturub. Səndəlində tək oturub və bunun monoloqu ilə başlayır. Monoloq nə idi? Monoloq tək danışıq. Amma ətraf eşidir o tək danışığı. Bunun monoloqu ilə başlayır Rüstəm bəy. Görün Rüstəm bəy öz monoloqunda nə deyir? Rüstəm bəy monoloqunda onun xarakter xüsusiyyətləri ətraflı verilib bizə. Görün nə deyir burada? Rüstəm bəy özü tək danışır. Monoloqda deyir ki, mən deyir indiyə qədər deyir, heç bir düşmənin qarşısından qaçmamışam. Buna deyirlər qürrələnmək. Buna deyirlər mənəmlik. Mənəmlik xüsusiyyəti var. Deyir, indiyə qədər mən deyir, heç bir düşmənin qarşısından qaçmamışam. Həmişə deyir, düşmənə faiq gəlmişəm. Orada uşaqlar, faiq sözün kitabda işarələyəndə üstün deməkdir. Yəni, düşmənə necə gəlmişəm? Üstün gəlmişəm. Allahdan başqa deyir, heç kəsdən qorxmamışam. Rüstəm bəy deyir, Allahdan başqa deyir, heç kəsdən qorxmamışam. İşarədir, Allahdan başqa heç kəsdən qorxmamışam deyir. Yoxsa mən deyir, mən haman Rüstəməm ki, haman yəni həminki. Mən haman Rüstəməm ki deyir. Top dağıtmaz, Cümşüd bəyin evini xaraba qoymuşam. Bu da özündən razılıq əlamətidir, mənəmlikdir. Mən deyir, haman Rüstəməm ki, Kərim xanın mənə təşəxxüs satmaqdan. Kitabda da işarələyər uşaqlar, təşəxxüs satmaq, özünü yuxarı tutmaq, kiməsə saymamazlıq eləmək. Təşəxxüs satmaqdan deyir, mən Kərim xanın yurdunu viran qoymuşam, tarmar eləmişəm. Bunu deyir, özün qürrələnir burada da.
mən deyir, ağzından süd iyi gələn bir cavandan qorxacağım mı? Yəni, bir cavandan qorxaram, mən deyir, ağzından süd iyi gələn. Bu ağzından süd iyi gələn deyəndə kim nəzərdə tuturdu? Ağzından süd iyi gələn deyərkən Fəxrəddin bəy nəzərdə tuturdu. Fəxrəddin kimdir? Bir haşiyə, hələ ki burada bir haşiyə çıxaq. Fəxrəddinlə Rüstəm bəy, elə bilin ki, bunlar atadan düşməndilər. Düşmənliyi haqqında danışacağım ki, bunların düşmənlikləri necə başlayır. Fəxrəddin haqqında deyir ki, ağzından süd iyi gələn bir cavandan qorxacam. Övrət sifətli, kitabda övrəti yazıb uşaqlar. Övrət yəni arvad. Övrət deyir, sifətli deyir. Bir uşaqdan qorxacam mən deyir. O deyir, yoxsa deyir, atası deyir Heydər bəydən. Deməli, Fəxrəddinin atasının adı Heydər bəydir. Yoxsa deyir, Heydər bəydən belə qoçaq olacaq deyir. Heydər bəy deyir. Məni görəndə deyir, Heydər bəy, məni görəndə. Doğuşan tazı qarşısına, tazı bildirsə o bitir. Doğuşan tazı qarşısından qaçan kimi vaziyirdi, yəni qaçırdı, uzaqlaşırdı, qorxurdu. Məni deyir, görəndə, yəni Heydər bəy elə idi. Bəs Fəxrəddin bəy görəsən necə olacaq? Fəxrəddin necə olacaq? Heydər bəylə Rüstəm bəy bir-biri ilə düşmən olublar. Düşmənliyin də səbəbini deyəcəm ki, necə olub qarşıda. Deyir, mən ondan niyə qorxmalıyam deyir. Atasını mən öldürmüşəm. Deməli, burada yadda saxlar, Rüstəm bəy kimi öldürüb? Heydər bəy öldürüb, Fəxrəddin atasını. Atasını mən öldürmüşəm. Qızını, Heydər bəyin qızı Gülbaharı mən oğluma gətirmişəm, yəni özlərinə gəlin gətirdim. Əmilərini, yəni Fəxrəddinin əmsini, əmilərini belə deyək, kitab cümləsi ilə, Fəxrəddinin əmilərini vilayətdən mən itirtmişəm. Yəni, göndərmişəm kənara. Biraz da bunu təkrar kimi deyim, baxa. Rüstəm bəy öz monoloqunda deyir ki, mən Fəxrəddinə nə ziyan vurmuşam? Atası Heydər bəyi öldürmüşəm. Bir. İkincisi, onun qızını, Heydərin qızını, Fəxrəddinin bacısı Gülbaharı öz oğluma məcburən də, yəni gəlin gətirtmişəm, düşmənin qızın, öldürdüyü şəxsin qızın özünə gəlin gətirdirib, yəni öz oğluna gəlin gətirdirib. Bu iki, nəhayət üçüncüsü, Heydər bəyin qardaşlarını, Fəxrəddinin əmilərini bu vilayətdən itirmişəm. Mən deyir, oğlum Rəşidin qanına deyir, layiq ola bilən qan ancaq Fəxrəddin qanı ola bilər. Deməli, burada bir məsələni deyim sizə, mən burada aydınlaşdırım, əslində kitabın bir hissəsində verilməyib. Deməli, kitabda necə verilib deyək. Biraz bunu mən sizə deyim, amma kitabda qarşıda verilib. Görün necə olub, hadisə sizin üçün də maraqlı olsun, belə deyək, əsərin süjet xəttində. İlk olaraq, yadda saxlayaq. Birinci, Rüstəm bəy, Fəxrəddinin əmilərini, indi neçə əmsidir onu demir. Fəxrəddinin əmilərini, düzdür, qızın Gülbaharın danışığında təxmini 2 deyilir, amma neçə əmsidir məlumat verilmir. Birincisi, görən neyinib? Rüstəm bəy əsərimizin baş qəhrəmanı, amma ziddiyyətli obrazı. Rüstəm bəy Heydərin qardaşlarını, Heydər bəyin qardaşlarını, Fəxrəddinin əmilərini vilayətdən uzaqlaşdırıb, kənarlaşdırıb, yəni qovdurub, belə deyək. Yaşadıq, yerdən qovdurub. Bu elədir bir. Heydər də bunun əvəzi olaraq Rüstəm bəyin oğlu Rəşid bəyi öldürür, qətlə yetirir. Yəni əvəz də qisas. Buna qarşılıq olaraq da Rüstəm bəy Heydər bəyi öldürür. Və bundan sonra bunların düşmənçiliyi belə deyək, daha da alovlanır. Ona görə Rüstəm bəy deyir ki, oğlum Rəşidin qanına layiq ola bilən qan kimin qanıdır? Fəxrəddin qanıdır. İndi Rüstəm bəy istəyir ki, Heydərin oğlu, Heydəri öldürmüşdü axı, əmlərin də vilayətdən diyar eləmişdi, qovmuşdu. İstəyirdi ki, məhz Fəxrəddini öldürsün. Fəxrəddini öldürsün, öz oğlunun qanına, belə deyək də, layiq olan qanuna əvəz olaraq onu öldürsün. Onu istəyirdi. Məqsədi o idi öldürmək istəməyini. Və burada Rüstəm bəy monoloqu bitir və Rüstəm bəy burada özünün nökərlərini çağırır. Rüstəm bəy öz nökərlərinə övladı kimi nəzər edir. 2 dənə nökər var, adlarını da yadda saxlayaq, Əhməd və Əli. Rüstəm bəyin 2 dənə nökər var, adları belə gedir.
Əhməd, Vəli. Nökərlərinə övladları kimi münasibət göstərir və onları çağırır. Əhmədlə Vəli gəlir, Əhmədlə Vəliyə deyir ki, Rüstəm bəy deyir. Deyir ki, siz deyir, eşitmisiniz, Fəxrəddin bəy, Heydər bəyin oğlu. Fəxrəddin bəy deyir, öz vilayətimizə gəlib, yəni geriyə qayıdıb. Hardadsa geriyə qayıdıb. Gəlib, onu görmüsünüzmü bunu deyir. Heydər bəyə oxşayır, oxşamırmı bunu soruşur. Rüstəm öz nökərlərindən soruşur. Burada Əhməd nökər, yəni nökərlərin adının biri Əhməddir. Əhməd deyir ki, biz görməmişik, Fəxrəddini görməmişik. Amma görənlər deyir ki, çox qəribə oğlandır. Alçaq və mülayimdir. Burada uşaqlar alçaq, o bizdə o mənfi mənanı bildirində alçaq könüllü deyirlər ha. Da belə ha. Deyir ki, Fəxrəddin çox deyir, alçaq və mülayim insandır. Hətta öz rəiyyəti üçün, rəiyyəti yəni xalqı, cəmaatı üçün, öz rəiyyəti üçün deyir. Azarxana açdırıb, azarxana yəni xəstəxana açdırıb, bir də məktəbxana, yəni məktəb açdırıb. Baxın ha, cavan bir yeniyetmə deməyək, cavan bir şəxs, universitet bitirmiş, Darülfünun bitirmiş, Darülfünun, yadda saxlayın, universitet bitirmiş bir şəxs, gəlib öz rəiyyətində, Azərbaycanda nə açıb? Məktəbxana, yəni məktəb, bir də ki, xəstəxana, azarxana açıb. Bunu nökərlər bizə məlumat verir. Görək Rüstəm nə deyir? Rüstəm bəy deyir ki, Fəxrəddin nə qədər ağıllı olsa, nə qədər gözəl olsa, nə qədər savadlı olsa, mənim oğlumun qanına o layiq ola bilər. Yəni, əvəz çıxmaq istəyir də, qisas almaq istəyir. Bunu deyir. Və nökərlərinə Əhmədlə Vəliyə xatırladır ki, deyir ki, siz yadınızdadır, deyir, Rəşid bəy öləndə. Rəşid bunun oğludur da, Rüstəmin oğludur, böyük oğludur. Heydər bəyin öldürdüyü şəxsdir. Deyir ki, Rəşid bəy can verərkən, Əhmədlə Vəliyə deyir, yadınızdadır, deyir, sizinlə əhdi peyman bağlamışdıq. Qisas almağımıza görə əhdi peyman bağlamışdıq. Yadınızdadır. Bunlar deyir ki, Əhməd də deyir ki, yadınızdadır, deyir. Bizim başımıza koyduğumuz papaqdır deyir. Övrət yəni arvad. Övrət ləçəyi deyil deyir. Vəli də təsdiqləyir, deyir ki, düzdür deyir, ağa, bu canımız deyir namus üstündə, qeyrət üstündə fəda olsun. Onsa hər şeyin əvvəli axırı ölümdür də, onsa öləcək. Qoy deyir, canımız namus üstündə, qeyrət üstündə olsun. Əhmədlə Vəli öz ağalarına qarşı sadiqdirlər, Əhmədlə Vəli. Rüstəm bəy də öz nökərlərinə qarşı sadiqdir. Nökərlərinə öz övladı kimi münasibət bəsləyir. Bunlar gedirlər. Əhmədlə Vəli gedir, uzaqlaşır, nökərlər uzaqlaşırlar və yenə Rüstəm bəy qalır tək. Görür Rüstəm bəy yenə monoloqunda nə deyir? Deyir ki, oğlum, yəni burada ikinci oğlundan söhbət gedir. Sağ qalan oğlu Mahmuddur adı. Əsərimizdə fərdi xüsusiyyəti ilə seçilən obrazlardan biridir. Deyir ki, belə, əgər oğlumda, öz oğlu haqqında deyir ha, əgər oğlumda namus qeyrət olsaydı deyir, bu vaxta qədər qardaşının qisasını alardı. Əgər deyir, bu oğlum Mahmud arvad sözünə qulaq atsa, övrət sözünə, arvad sözünə qulaq atıb, biqeyrətlik eləsə deyir, mən onu oğulluqdan siləcəm. Oğlum Rəşid öldü, nə oldu? Mahmud gedəndə nə olacaq? Bu cümləyə diqqət edin. Rüstəm bəy öz oğlu haqqında deyir, kiçik oğlu haqqında, sağ qalan oğlu haqqında deyir. Deyir ki, Rəşid getdi, öldü, nə oldu? Mahmud gedəndə nə olacaq? Yəni, o öləndə nə olacaq? Qoy ölsə yaxşıdır. Və bu vaxtı Mahmudu çağırtdırır, Mahmud yəni oğlu gəlir, Rüstəm bəyin oğlu gəlir. Gəlir atasına deyir ki, ata nə buyurursunuz? Yəni, mənə nə deyirsən? Atası buna iki təklif edir oğluna. Deyir ki, oğul, Mahmuda deyir, birinci təklifi ondan ibarətdir ki, sənin məhəbbətvə görə, mən düşmənin qızını, Gülbaharı, Gülbahar da uşaqlar öldürdüyü Heydər bəyin qızıdır, Fəxrəddinin öldürmək istədiyi Fəxrəddinin bacısıdır. Gülbaharı deyir, cəbrən məcburən deməkdir. Nə deməkdir? Məcburən. Cəbr söz var ha, cəbr məcbur deməkdir də. Cəbr fənni var idi də, yəni əvvəllər keçdiyimiz riyaziyyat fənni. Cəbr, məcbur deməkdir.
Sözün mənası məcburdur. Ərəb sözdə mənası məcbur deməkdir. Deyir ki, mən, Rüstəm bəy deyir, mən sənin məhəbbətinə görə, oğluna deyir, sənin məhəbbətinə görə deyir, mən düşmənin qızı Gülbaharı öz evimizə gəlin gətirmişəm. O qızı qaytarmaq lazımdır geriyə. Çünki düşmənin qızıdır. Düşmənin qızını geriyə qaytarmaq, özü bir müsibətdir. Onun qızını geriyə qaytarar. Oğluna deyir. Oğluna deyir ki, mən demirəm ki, göyçək deyil, ağılsızdır, mən bunları demirəm. Amma düşmənimizin qızıdır. Onu neynəmək lazımdır? Geriyə qaytarmaq lazımdır Gülbaharı. Görək, oğlu Mahmud nə deyir? Baxın, ha, bunları yadda saxlayın. Oğlu Mahmud deyir ki, ata deyir, sən özün deyirsən ki, onu mənim məhəbbətimə görə gətirmişsən də qızı, cəbrən, məcburən. Onu mənim məhəbbətimə görə gətirmişsən. İndi deyir, həmin məhəbbət mane ola bilərmi ki, ikinci cəbrə və zülmə? Cəbr, yəni elə məcbur deməkdir. Buna mane ola bilərmi? Atası deyir ki, ola bilməz. Yəni, sən əgər onu sevirsənsə, yenə də, mən onu evimdən qova bilmərəm. Atası onda ikinci təklif görür. Rüstəm bəy, oğlu Mahmuda ikinci təklifi görür. Deyir, onda biz Heydər bəyin evini, yəni Fəxrəddinin evini yandırmalıyıq, tarmar eləməliyik. Razısan mı? Bura diqqət edin, kitabda da oxuyanda görərsiniz. Mahmud bəy deyir ki, oğlu, ixtiyar sahibsiniz. Yəni, ixtiyarım var, yandırmaq ixtiyarım var. Amma deyir, insafım yol vermir ki, deyir. Fəxrəddin haqqında insafım yol vermir. Çünki qan davası düşən vaxt deyir, Fəxrəddin burada olmayıb. Almaniyada olur da, yəni burada olmayıb, Almaniyada təhsil alır. Mahmuda bax, düşməni olsa da, yəni bunlar arasında ailəvi düşmənçiliyi olsa da, amma Mahmudun insaflı olmağı, müsbət qəhrəman olmağına baxın. Mahmud deyir ki, mən deyir, Fəxrəddin haqqında deyə bilərəm ki, Fəxrəddin deyir, həmin hadisələr, qan davası düşən vaxtı burada olmuyor. Atası Rüstəm deyir ki, buna Rüstəmə baxın, mən sənin cavabı deyir, öncədən bilirdim. Yəni, sənin fikri mən öncədən bilirdim. Cavabın nə olacaq, onu öncədən bilirdim, deyir. Get. Oğlu deyir ki, ata deyir, məni deyir, məcbur eləmə. Nəyə məcbur eləmə? Nadar olan işə, pis işə məni məcbur eləmə. Ədalətsiz işə məni məcbur eləmə, deyir. Məni məcbur eləmə buna. Atası deyir ki, get, deyir. Mən belə bilirdim, get. Yəni, uzaqlaşdırmaq istəyir. Mahmud atasına deyir ki, bu işi sən başlamsan, onda sənin qapında bayquş uluyacaq. Atasına deyir, Mahmud çıxır gedir. Və burada yenidən Rüstəm bəy qalır tək və Rüstəm bəy planın özü cızır. Görək planı nə olur? Rüstəm bəy deyir ki, planına baxın Rüstəm bəyin. Rüstəm bəy deyir ki, mən deyir, gecələrin birində gədələri götürəcəm. Orada uşaqlar gədələr kimi nəzərdə tuturdu? Gədə deyərkən nökərləri nəzərdə tuturdu. Nökərlərin adı bulardı, Əhməd və Əli. Gecələrin birində gədələri götürəcəm və Cahangir bəydə deyəcəm. Kim idi Cahangir bəy? Əslində Cahangir bəydə bir mülkədarı idi Cahangir bəydə. Amma necə mülkədarı idi? Cahangir bəy özü də Rüstəm bəyin qızı Saadət xanıma aşıq olan bir adam idi Cahangir bəy. Cahangir bəy aşıq idi. Kimə? Rüstəm bəyin qızı Saadət xanıma aşıq idi. Və ona görə bu da Rüstəm bəy də elə bilir ki, bunlara yoldaşdır. Deyir ki, mən gədələri götürəcəm. Gədələr deyərkən Əhmədlə Vəlini nəzərdə tuturdu və orada deyir ki, bir də Cahangir bəyə deyəcəm. Gecələrin birində hücum eləyəcək, evi yandıracaq. Yəni, yandırma fikirləri var idi. Heydər bəy, Fəxrəddin evin yandırma fikri var idi. Və kim çölə sağ qalıb çıxsa da, hamısını da güllə baran eləyəcək, hamısını öldürəcəklər. Hamısının qırama fikirləri var idi bunların. Fikirləri bu idi. Və bu planı kim eşidir? Monoloq uşaqlar ucadan danışır daxil, ürəkdə danışır deyil, ucadan danışırdı. Bunu kim eşidir? Bunu gəlini Gülbahar eşidir. Fəxrəddinin bacısı Gülbahar eşidir söhbəti. Gülbahar eşidir, Gülbahar nə vəziyyətə düşər? Eşitdi ki, qardaşı gili öldürəcəklər, Fəxrəddini öldürəcək, evlərini yandıracaq. Gülbahar oturur səndəli üzərində və başlayır ağlamağa. Bunun baldızı, öz dilimizdə desək, baldızı, amma yaxşı baldız olur burada.
Burada yaxşı balıqçı olur Saadət xanım. Rüstəmin qızı Saadət xanım. Yaxşı balıqçı olur. Görək nə deyir bu? Saadət xanım gəlir Gülbahara, görür ki, Gülbahar ağlayır. Gülbahara deyir ki, niyə ağlayırsan deyir, nə səbəbdir? Gülbahar deyir ki, bax burada Gülbaharın dilində bizə veriblər ki, hadisələr necə olur? Mən sizə əvvəldə dedim, amma burada Gülbaharın dilində verilib, onu işarələyərsiniz. Gülbahar deyir ki, balcısına da, yəni belə deyək, deyir ki, Saadət xanıma deyir ki, mənimdir, sənin atan, yəni Rüstəm bəy. Rüstəm bəy mənim əmilərimi deyir, diyarbadiyar elədi. Yəni öz ölkəmizdən qovdu, deyir. Mənim atam, sənin qardaşın Rəşid bəy öldürdü, bu oldu bərabər, yəni bir-bir belə deyək, bərabər. Və sənin atan da, Rüstəm bəy, mənim atam Heydər bəyi öldürdü. Kitabda uşaqlar 3 yazır. Gülbahar deyir ki, bu oldu sizdən 3, bizdən 1. Orada 3 dediyi nəyi nəzərdə tuturdu? Yəqin ki, bunun 2 əmsin diyarbadiyar eləyib, bir də ki, atası Heydər bəyi öldürüb. Yəqin ki, onu nəzərdə tutar. Amma Heydər bəy isə bir dənə bunlardan kimi öldürüb? Heydər bəy isə bunlardan bir dənə Rəşidi öldürüb, Rüstəmin oğlunu öldürüb, bircə dənə onu öldürüb. Deyir ki, bəs indi sənin atan Rüstəm, yəni özün də qaynatası idi də, sənin atan Rüstəm bizdən nə istəyir? Fəxrəddindən nə istəyir? Saadətə baxın. Saadət Rüstəmin adını eşidən kimi deyir ki, bəli, buna baxın. Rüstəm, belə deyək, Saadət xanım, Fəxrəddinin adını eşidən kimi görək necə buna qarşılıq verir. Qarşılığı belə olur. Deyir ki, əgər onun başından bir tük əskik olsa deyir, mən deyir ki, gözlərimi çıxardaram, iki gözümdən olaram. Sən demə, niyə elə deyir? Sən demə, Saadət xanımın da könlü kimdə idi? Fəxrəddindən. Fəxrəddinin könlü kimdə idi? Belə deyək də, düşmən qızı. Əsərə görə desək, düşmən qızı Saadət xanımdaydı. Yəni, bunlar bir-birini sevirdilər. Saadətlə kim? Fəxrəddin. Görün, Saadətə baxın, Saadət xanıma. Fəxrəddinin adını eşidən ki, bilirik, onun başından bir quza baxıyız. Onun başından bir türk əskik olsa deyir, mən iki gözümdən olaram. Yəni, əsl sevgi bax budur. İndi görək, Fəxrəddinin münasibəti buna necədir? Bunu deyir. Qıza deyir ki, sən sakit ol, tələsmə. Gülbahar deyir ki, tələsmə. Və burada Saadət xanım, bunların bir dənə qulluqçuları olub. Adı Hürü nənə. Qulluqçuları deyib bunların, Hürü nənə. Hürü nənəni çağırır. Hürü nənəyə deyir ki, sən, belə deyək, gedirsən, yəni qaranlıq düşəndə, gedirsən kimin yanına? Fəxrəddinin yanına. Fəxrəddinə deyirsən ki, bizim tərəflər sizin evinizə basqın edib, evi yandıracaqlar. Sağ qalanlarda gülləbaran eləyəcəklər. Və deyirsən ki, Saadət dedi ki, Fəxrəddin çıxıb geçsin bu diyardan. Məndən nigaran olmasın. Mən ona bivəfa olmayacam. Sədaqətli olacam deyir. Saadət xanıma baxılan. İndi ardına baxaq. Ardında bunu deyəndən sonra burada təbii ki, Hürü nənə pis olur. Yəni, Hürü qarı pis olur. Niyə pis olur? Hürün sözünə baxın. Hürü nənə deyir ki, mən başa düşmürəm ki, bu Rüstəm bəyi, ağasıdır da, Rüstəm bəyi başa düşmürəm ki, bu Rüstəm bəy Fəxrəddini niyə öldürsün? Axı Fəxrəddin, Saadət xanımı, cümləyə bir dənə fikir verin, axı Fəxrəddin, Saadət xanımı 6-7 il oxudub. Yəni, oxumağına belə deyək də köməklik göstərib. Deməli, Saadətin 6-7 il oxumağına köməklik göstərən kim olub? Fəxrəddin bəy. Təbii ki, öz atası oxutdurub. Rüstəm bəyin imkanı nə idi ki? Böyük bir imkanı vardı, mülkədar idi. Amma ona təkan verən kim olur? Fəxrəddin. Fəxrəddin təkan verib ki, həvəsləndirib ki, köməklik göstərib ki, 6-7 il oxusun. Hürü nənə deyir ki, əgər Saadət oxumasaydı, indi olacaqdı bizim bir tayımız deyil. İndi deyil, hamı onun başına and içir, Saadətin başına and içir. Dillərdən düşmür Saadətin adı, yəni təhsilinə görə, savadına görə bunu deyir. Və burada bu Hürü nənə danışanda Mahmud, yəni belə deyək, Saadətin qardaşı, Mahmud bunu eşitir, Gülbaharın həyat yoldaşı, Mahmud bunu eşitir. Mahmud gəlir deyir ki, ay Hürü qarı, nə olur? Nə səs o atmışsan başıma, nə olur? Hürü deyir ki, sənin atan, dəli qudurmuş atan, kitab cümləsi ilə desək,
Sənin deyir, bu dəli qudurmuş atan deyir. Çərxi xoruz kimi, kitab cümləsi ha, çərxi xoruz kimi düşüb meydana. Mahmud deyir ki, mən hər şeydən xəbərdaram, siz narahat olmayın. Saadət xanım deyir ki, ay qardaş deyir, Mahmuda deyir, biz heyvan deyilik, bizə insan deyərlər. İnsanda nəmi olmalıdır? Məhəbbət olmalıdır, insaf olmalıdır, yəni səmimiyyət olmalıdır. Biz atamızı deyir, Saadət deyir, atamızın qoca vaxtıdır. Biz atamızın əməllərdə mane olmalıyıq deyir. Atamızın əməllərdə mane olmalıyıq. Mahmud da deyir ki, narahat olmayın, mən hələ ölməmişəm. Mən o qocanı, özüm yəni bilirəm nə edəcəm. Ən çoxu deyir, qoca adamdır, yaşlı adamdır. Danışar, sonra yollar oturar bir yerdə. Narahat olmuyor. Deyir və Saadət xanımla həyat yoldaşı Gülbaharı aparır bağa. Yəni özlərinin bağçasına belə deyir. Və əsərin birinci məclisi bax bunu ilə bitir. Gəldi ikinci məclisdən. İkinci məclisdə göstərirlər ki, Fəxrəddinin otağıdır, əsərimizin baş qəhrəmanı, mütərəqqi ideyaların dəstəkçisi Fəxrəddin bəydir. İndi Fəxrəddin bəy haqqında deyəcəm. Fəxrəddin bəydir öz kabinetində oturur, öz yəni malikanəsidir, öz mənzilidir və burada qarşısında şamdır, yəni işıq əvəzi şamdır və orada da qarşısında bir dənə kitabdır belə deyək. Və öz planlarını qurur. Özü də monoloqdur. İkinci pərdədə də monoloqdur. Görək Fəxrəddinin planları nədir? Biz birinci pərdədə, birinci məclisdə kimin planlarını gördük? Rüstəmin planlarını. İndi keçək Fəxrəddin planlarına. Görək Fəxrəddinin planları necədir? Fəxrəddin deyir ki, heç ağlım kəsmir ki, mənim gördüyüm kar xeyirlər, orada kar uşaqlar iş deməkdir. Kitabda kar iş deməkdir. Mənim gördüyüm işlər belə tezliklə yerinə yetər. Mənim ağlım kəsmirdi. Və mən istəyirəm ki, düzəltdiyimiz bostan, bağ, 3-4 ilin müddətində bar verəcək. Yəni, bunlar bağ salır, Fəxrəddin böyük bir bağ salır və istəyirdi ki, bu bağ, bar verəcək. Bar verəndən sonra həmin oradan gələn mədaxil məktəbdən xəstəxanaya olacaq. Bayaq dedik uşaqlar, Əhmədin dilində biz bayaqlar demişdik ki, Fəxrəddin bəy gələndə, Azərbaycana gələndə, vətəninə geri dönəndə Azərxana ilə nə açıb? Məktəb açıb, məktəbxana açıb. Xəstəxana ilə məktəb açıb da bu adam. İndi bunun da planları bu idi ki, Fəxrəddinin planı bu idi ki, bu özünün bir məktəbi olacaq və xəstəxanası olacaq və özünün bir bağı da düzəldir. Bu bağın da gəlirindən, gələn gəlirindən, mədaxildən hara yönəldəcək? Məktəblə xəstəxananın saxlamasına. Bu kişinin məqsədi budur. Yəni, Fəxrəddin məqsədi bundan ibarətdir. Və Fəxrəddin də öz planını qurur. Deyir ki, 3-4 ildən sonranın planını qurub, deyir ki, Saadət xanım deyir, özü deyir, bu işləri görəcək. Özündə də deyir, belində də deyir, dəstə haçar olacaq. Yəni, haçar nəzarətçi bu olacaq, Saadət xanım olacaq, nəzarətçi. Dəstə açarla. İndi görək özü haqqında deyir. Mən də deyir, Fəxrəddin özü haqqında deyir. Mən də olacam bağban, mən olacam dirrikçi. Şöyle kitabda dirrikçi yazıb. Dirrikçi sözünün mənası elə bostana baxan adama deyirlər. Dirrikçi. Ola dirrik elə bostan deməkdir. Oldu. Deməli Fəxrəddin özünü necə görür? Mən olacam bağban, mən olacam deyir, dirrikçi, yəni bostana baxan. Mən olacam məktəbdə müəllim. Özü müəllim kimi görür Fəxrəddin. Deyir, ömür vəfa eləsən. Bunları fikirləşir. Və bu Fəxrəddin bəyin də nökərləri var idi. Bunların da nökərləri sadiq nökərlərdir. Hacı Muradla adı Xəlil gedir. Adlarını bir dəfə də deyirəm, yadda saxlayaq. Adları Hacı Muradla nə gedir? Xəlil gedir. Hacı Muradı çağırır, Hacı Murad gəlir burada. Və Hacı Muraddan soruşur ki, həkim necə oldu, molla necə oldu? Hacı Murad da buna məlumat verir ki, həkimin vəziyyəti yaxşıdır. Həkimin də arvad da gəldi, bu işlərdən bəyənib və bunlara bir dənə heyvan da gəlib, inək də gəlib. Bunlardan xoşu gəlib. Həkim artıq uyğunlaşır bura.
Məktəbə də molla gəlib. Mollanın da vəziyyəti yaxşıdır. Özü yaxşı oğlandı molla. Molla haqqında deyir Hacı Murad. Molla da məktəbdə müəllim olan mollanın da vəziyyəti yaxşıdır. Özü də deyir, günorta deyir, dərsdən sonra uşaqlarla özü də oyun oynayır. Yəni yaxşı adamdır. Bunu deyir. Fəxrəddin buna Hacı Murada, qulluqçuya buna belə bir tapşırıq verir ki, təhəng çubuqlarını götürərsən. Uşaqlar, təhəng nə deməkdir? Təhəng sözün mənası üzüm deməkdir. Yadda saxlayaq, kitabda təhəng çubuqlarıdır. Təhəng nə deməkdir? Üzüm. Deyir, üzüm çubuqları gətirərsən və üzüm çubuqlarını əkmək üçün şagirdlərdən də istifadə edərsən. Yəni, məktəbdə oxuyan şagirdlər də üzüm çubuqlarının, təhəng çubuqlarını bastırmaq üçün sizə köməklik göstərər. Sizə köməklik göstərər. Yəni, bunun məqsədi budur. Bunun məqsədi budur, bunu deyir və bundan sonra uzaqlaşır. Belə deyək, Hacı Murad bu tapşırıqları alır, baş əyir, gedir. Bu gedəndən sonra Fəxrəddin yenə öz planlarından danışır. Fəxrəddin deyir ki, qaldı bircə dənə iş. Baxma Fəxrəddinə. Mütərəqqi deyə buna deyirlər. Fəxrəddin deyir ki, qaldı bircə dənə iş. O da Rüstəm bəylə barışmaq. Deməli, Fəxrəddinin arzusu o idi ki, Rüstəm bəylə barışsın. Məqsədi o idi ki, kim ilə barışsın? Rüstəm bəylə. Amma deyir, bu işlər çox çətin olan məsələlərdir. Ona görə yadda saxlayaq. Burada yadda saxlayacaq məsələ nədir? Yadda saxlayacaq məsələ odur ki, burada bir dənə zərbi məsəl verilir. Fəxrəddin dilinə. Fəxrəddin bilirdi ki, Rüstəm bəylə barışmaq çox çətin məsələdir. Bunu bilirdi. Və belə bir cümlə işlədir. Belə bir cümlə deyir ki, baxın. Deyir ki, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Zərbi məsələni işlədir. Çünki bilir ki, Rüstəm bəylə barışmaq məsələsi çətindir. Bunlar qisas məsələsidir. Ailələr arasında ədavətdir. Bunun planı budur. Elə bu planı fikirləşəndə bunun qardaşı ilə, Fəxrəddin də qardaşı var. Adı Şahmardır, anası da Mələk xanım. Gəlirlər. Baxın. Mələk ilə Şahmar uşaqlar mütərəqqi ideyanı dəstəkləmirdi. Bunlar köhnə, mürtəcə ideyanı dəstəkləyirlər. Baxın, görün, danışıqına baxın, ananın danışıqına baxın. Mələk ananın danışıqına baxın. Ana deyir ki, Fəxrəddin deyir, atan Heydər bəy deyir, öləndə deyir, ağzında deyir, son cümlələri Fəxrəddin olur. Fəxrəddin deyib ölür. Atan deyir, ölərkən deyir, dırnaqları ilə deyir, qazdığı kotan kimi qazdığı yeri görsəydin, anası deyir Fəxrəddinə, qazdığı deyir, yeri görsəydin deyir, atanın ölərkən deyir, dili deyir, bir qarış deyir, çölə çıxmışdı, qara kömür kimi. Sütcə niyə deyər? Ona görə deyir ki, bir növ belə öz dilimizdə desək, qaz verirdi. Bəli, varvarizm şəklində desək, tırqa verirdi buna. Yəni istəyirdi ki, davam elətdirsin. Mələk xanım istəyirdi ki, Şahmar bəy istəyirdi ki, qardaşı ilə anası istəyirdi ki, bu qisası davam elətdirsin. Fəxrəddin də gedib kimsə öldürsün Rüstəm bəyci tərəfdən. Anası bunu istəyirdi. Görüş, baxın ha, görək nə deyir burada. Burada Fəxrəddin bəy deyir ki, mən deyir, 3 ay deyir ki, deyir, bu əraziyə gəlmişəm. Bu 3 ay məsələsini yadda saxlayın. Birinci məclisdə də Gülbahar öz qardaşı haqqında deyirdi ki, 3 aydır ki, qardaşım Almaniyadan gəlib, mən hələ onun üzünü görməmişəm. İndi burada da ikinci məclisdə də Fəxrəddin deyir ki, mən 3 ay deyil ki, bura gəlmişəm, yəni Almaniyadan gəlmişəm. 200-dən artıq adam bir tələf olub, adam ölüb. Bir-birini öldürüb də 200-dən artıq. Bu nə deməkdir? Bu nadanlıqdır, elmsizlikdir, cəhalətdir. Heyif sənə gözəl şəriət, heyif sənə gözəl İslam. Bunları deyir. İndi görə ana nə deyir təzədən? Mələk belə deyir, Mələk xanım. Deyir ki, mən gündə 5 dəfə namaz üstündə dua eləyib, Allahdan səni istəmişəm ki, sən də gəlib bizə belə deyəsən, yenə arvad, yenə öz işi ilə məşğul olur. Yenə bunu şövq eləyir, buna sövq eləyir ki, bu neynəsin?
həmin o qisası davam elətdirsin. Görək nə deyir burada? Fəxrəddin deyir ki, mən deyir cəllad deyiləm ki, adamı öldürüm, öldürtdürüm. Mən cəllad deyiləm. Yəni mən bu şey eləmərəm. Bir də ki deyir, Saadət xanım haqqında sizdən təvəqqə eləyirəm. Bir də deyir, bu evdə söhbət getməsin. Bayaq yadınızdadır da, Saadət xanım nə demişdi? Başından bir tük əksik olsa deyir, 2 gözümdən olaraq. İndi Fəxrəddin nə deyir bunun haqqında? Fəxrəddin isə bunun haqqında deyir ki, bu evdə deyir, təvəqqə eləyirəm, bu evdə deyir, bir də Saadət xanım haqqında deyir, söhbət eləməyin. Yəni, söhbət getməsin. Görsünüz? Fəxrəddin də doğrudan da sən demə, bunların sevgisi bir-birdən qarşılıqlı idi sevgisi. Bax, və bunu deyir, bunu deyəndən sonra Mələkdir, Şahmardır, bunlar uzaqlaşırlar, deyir, gəlin gedək, bunlar ikisi uzaqlaşırlar. Bunlar, belə deyək, uzaqlaşdılar, bunlar kənarlaşdılar. Bunlar uzaqlaşırlar, bunlar uzaqlaşıb gedəndən sonra, yəni kənarlaşır, yenə Fəxrəddin qalır tək. Fəxrəddin qalıb tək, bu zaman kim gəlir? Bu zaman Hürü nənə gəlir. Bayaqlar Saadət xanım göndərmişdi axı gedib deyərsən. Hürü nənə gəlir. Hürü nənə gəldi və Fəxrəddin sorur ki, kimsən sən? Deyir, qorxma deyir, Hürü nənəndir gələn. O saat soruşur ki, Saadətə nə olub? Bax, əsl sevgi budur ha. O saat soruşur ki, Saadətə nəsə olub? Deyir, narahat olma deyir. Məni Saadət göndərib ki, mən sizə xəbər verim. Gecələrin birində, günlərin birində deyir, sizə hücum eləyəcək, evinizi yandıracaq. Kim? Rüstəm bəy. Rüstəm bəy gəlib evinizi yandıracaq. Yerdə qalanları, sağ qalanları da gülləbaran eləyəcək. Özü də deyir, Saadət xanıma aşiq olan Cahangir bəylə bir yerdə eləyəcəklər. Onu xəbər verməyə gəlmişəm. Fəxrəddin də deyir ki, yaxşı eləmsən, düz eləmsən. Amma mən peşmanam deyir. Fəxrəddin deyir ki, mən peşmanam. Kaş ki deyir, Saadəti də götürüb hara gedərdim, Almaniyada qalardım. Bu vəhşi nadan tayfanın içində qalmazdım. Onu deyir. Hürü nənə də deyir ki, Saadət xanım deyir ki, qoy getsin. Amma məni görmədən getməsin. Saadət xanım buna deyib, Hürü nənəyə deyib ki, bunu deyərsən ki, məni görmədən getməsin Fəxrəddin. Və deyir, bu gedəndən sonra Fəxrəddin bəy artıq burada planları bayaqları dedik axı ki, planı Rüstəm bəylə barışmaq idi. Amma burada artıq planı dəyişir. Görün nə deyir burada, baxın. Deyir, mən ölümdən qorxmuram. 50 ilə gələn vaydır. Bu da bir zərbi məsələdir. 50 ilə gələn vaydır. İkinci məclisin sonundadır. Yəni, mən ölümdən qorxmuram, deyir. Deyir Xudaya, ey Allah, mən ölümdən qorxmuram, deyir. Amma mənim arzularım deyir, mənim istəklərim, mənim mətləblərim yarımçıq qalacaq, ondan qorxuram. Özü də deyir, qorxduğum odur ki, bir gəda sifətin əlində öləm. Yəni, kimsə çıxdı, bir dənə tüfəngdir, vırdı, öldüm. Mən deyir, onu istəmirəm. Bunu deyir, ikinci məclisimiz sona çatır. Gəldi üçüncü məclisə. Üçüncü məclisdə göstərirlər ki, bayaqlar dediyim, Saadət xanıma aşiq olan Cahangir bəydən söhbət gedir. Göstərirlər ki, Cahangir bəyin öz belə bağıdır. Cahangir bəy özü bikeyf oturub, belə deyək, özü də dayanıb, tüfəngə dayanıb, özü bikeyf oturub, bikeyf ayaq üstədir. Bikeyf ayaq üstədir, tüfəngə söykənib ayaq üstədir. Və burada da Cahangir bəyin bizə veriliblər, monoloq veriliblər. Görə hansı monoloqdur? Cahangir bəy burada deyir ki, mən deyir, belə həyat sürməkdənsə, belə ömür sürməkdənsə, ölüm yaxşıdır. Bu nə həyatdır deyir, mən yaşıram. Bu nə həyatdır? Yemək yox, içmək yox, heç bir şey yox. Malım, mülküm də hamısı tarac oldu, getdi. Hamısı getdi. Mən istəyirəm ki, deyir, Saadət bəy unudum, deyir. Saadət xanımı, deyir bu. Mən istəyirəm, Saadət xanımı unudum. Mən istəyirəm, Saadət xanımı unudum, deyir. Yaddan çıxardım onu. Neçə dəfə istəmişəm, özümə söz vermişəm, and içmişəm, Qurana and içmişəm ki, Saadət xanımı unudum. Amma mümkün deyil. Mən deyir, məzunam ki, məzunam. Testlərdə də bizə düşür ki, özünü məzununa bənzədən kim olur? Cahangir bəy.
Cahangir bəy olub. Və mənim deyir, əlacım Fəxrəddini aradan götürməkdir. Baxın ha, indi kimsə sevirsənsə, sən onunla öz münasibət düzəlt. Amma kimisə onu da istəyədi adam niyə aradan götürməlisən? Bunun planı budur. Və bunun dostları gəlir. Dostların adı Fərhadla Məhərrəmdir. İki dostu gəlir və Fərhad buna deyir ki, yenə nə olub? Yenə nə olub? Buna deyir. Cahangirə deyir. Yenə nə olub deyir. Suya basılmış deyir, toğa oxşayırsan. Buna deyir. Kitab cümləsi uşaqlar. Suya basılmış deyir, toğa oxşayırsan. Bu nə haldır? Məhərrəm də buna deyir ki, əgər deyir, beləsənsə deyir, biz qaydaq çıxaq gedək deyir. Səni elə görməkdənsə, belə görməkdənsə. Görməmən yaxşıdır, çıxaq gedək deyir. Bu nədir deyir? Bu nə vəziyyətdir? Cahangir deyir ki, siz mənim vəziyyətimi bilmirsiniz. Çotan nə bilir, qayış nə çəkir deyir. Siz mənim vəziyyətimi bilmirsiniz. Çotan nə... Bu atalar sözdə həmişə testlərə düşür ki, çotan nə bilir, qayış nə çəkir. Kimin dilindəndir? Cahangir bəyin dilindəndir. Çotan nə bilir, qayış nə çəkir deyir. Siz mənim vəziyyətimi bilmirsiniz. Mənim vəziyyətim pisdir. Deyirlər, nə olub da köhnə vəziyyəti biz bilirik, nə olub? Bu da deyir ki, Fəxrəddin gəlir, Fəxrəddin bəy gəlir. Bax, ona görə dərdim bir idi, indi artdı. Mənim dərdim deyir, budur. Və Məhərrəm buna deyir ki, nə olub deyir. Sən dərdim deyirsən. Belə deyir, arvaç kimi zıqqıldamaqdansa, yəni ağlamaqdansa, dərdivə dərman axtar. Öz dərdivə dərman axtar. Dərdivə dərman tapırsansa səbr elə. Səbr elə, eləyə bilmirsənsə, bir dənə çatı götür. Çatın uşaqlar, biz əvvəlki bir nağılların birində keçmişik. Ağıllı uşaqdan, ip deməkdir. Bir çatı götür deyir, yəni özü öldür deyir, başqa çarə yoxdur. Cahangir deyir ki, siz mənim dərdimi başa düşmürsünüz deyir. Mən istəyirəm ki, Fəxrəddin fot olsun. Yəni, Fəxrəddin ölsün. Qandır, mənim dərdimin dərmanı qandır. Məhərrəm deyir ki, mən elə dərdə inanmıram deyir. Əgər mən bilsəm ki, dərdin dərmanı qandı, mən özüm Əzraili boynuma alaram deyir. Özüm götürəm, Əzraili özüm olaram deyir. Mən amma o dərdə inanmıram. Dostu Fərhad bundan soruşur ki, Saadət xanım səni sevir, yoxsa, yəni sən onu sevirsən, Saadət xanım səni sevir, yoxsa elə uzaqdan uzaqadır? Buna soruşur. Bu da deyir ki, Cahangir də deyir ki, mən ona bir neçə dəfə sifariş göndərmişəm. Amma mənə deyib ki, mümkün deyil. Hətta deyir, yolda bir dəfə Saadət xanımı görmüşəm deyir, öz sevgimi bildirmişəm. Mənə deyib ki, zülmə razı olmam. Yəni, zülm eləmə də, bunu deyir. Fərhad deyir ki, yaxşı, qız sevmir səndə, yəni qız istəmir, atası istəmir. Özlərinin də evləri Qars qalasıdır. Qars qalası, böyük bir qaladır yəni. Qorunan bir böyük bir qala malikanədir. Neyə bilərsən? Cahangir təbii ki, bu işlərdən pis olur. Amma Məhərrəm görək nə deyir? Məhərrəm deyir ki, ay Cahangir, sən deyir özün elə bir qızdan yapışmısan ki, yəni Saadət xanımdan. O qız deyir, padşaha layiq qızdır deyir. Yəni sən hara, padşah hara, Saadət xanım hara. O padşaha layiq bir qızdır. Bax onu deyir ha, padşaha layiq bir qızdır. Yenidən Cahangir deyir ki, bayaq dedim, axı kötan nə bilir, qarşına çəkir. Allah deyir, sizi də deyir, mənim vəziyyətimə sala deyir. Ondan sonra siz mənim dərdimi başa düşəsiniz deyir. Və burada Fərhad qərar verir, Fərhad qərar vermək istəyir, yəni belə bir deyir ki, biz deyir, niyə deyir, ya Fəxrəddini öldürək, ya da Saadət xanımı götürək, gələk hara, götürək, qaçırdaq, götürək, gələk. Bir-iki dəfə atılar düşər, ondan sonra necə olar? Yumşalar. Başqa çarə yoxdur. Cahangir deyir ki, mən deyir, özüm deyir, Fəxrəddini özüm öldürərəm deyir. Amma deyir, qorxduğum Saadətin deyir, əziyyət çəkməyindən qorxuram. Bunu deyir. Nəhayət yekun qərar verirlər. Fərhad yekun qərar verir ki, ya bir neçə gün ərzində biz deyir, Fəxrəddinə hücum eləyib, Fəxrəddincə baskın eləyərik, yəni öldürərik, ya Fəxrəddini öldürərik, ya da Saadət xanımı qaçırdarıq.
razılaşırlar və buradan uzaqlaşırlar. Bunlar gedirlər. Uşaqlar, 3-cü pərdəmiz də, yəni məclisimiz də bax beləcə bitir. Gəldik 4-cü məclisə. 4-cü məclisdə göstərirlər ki, artıq Fəxrəddin bəyginin evində belə deyək, hazırlıq işləri görürlər ki, düşmən, yəni Rüstəm bəy hər an gecələrin birində hücum eləyə bilər. Ona görə hazırlıq planı qururlar. Plan qururlar. Görək plan da kimdir? Planları nədən ibarətdir? Göstərirlər ki, Şahmar bəydir, yəni Fəxrəddinin qardaşıdır, Şahmar bəydir. Şahmar bəy deyir ki, monoloqdur burada da Şahmarın. 4 pərdənin, 4 məclisin 4-ünün də əvvəli monoloqdur. Deyir ki, bircə deyir, ay Allah, nə olaydı deyir. Bircə deyir, bu axşam hücum eləyərdilər və onlardan birini sağ tutardıq. Yəni, Rüstəm bəygildən kim hücum eləyəcəksə, onlardan birini sağ tutaydı, nə olardı, ay Allah. Onu aparıb verərdik divana, yəni məhkəməyə. Divana verərdik. Ondan sonra Rüstəm bəydən bir yolluq canımız qutarardı. Nə olaydı, elə olardı. Bunu deyir və Şahmar da, Fəxrəddin qardaşı Şahmar da nökərləri çağırır. Nökərlər Hacı Muradla Xəlil adlıdır. Adlarını yadda saxlayan Hacı Muradla Xəlildir. Bunların adlarını yadda saxlayır. Onları çağırır və Hacı Muradla Xəlil gəlir və Hacı Murada deyir ki, vəziyyət nə yerdədir? Hacı Murad deyir ki, hələ ki heç kəs gəlmir, amma çox qaranlıqdır. Çox qaranlıqdır. Hacı Rəsulun çəpəri tərəfdə adamımız yoxdur. Səməd kişigildən də, Səməd kişigildən çox qorxuludur. Həmin tərəf qorxulu tərəfdir. 2 yerdən bizim adamımız yoxdur. Yəni hər tərəfə adam qoyublar, 2 yerdə adam yoxdur. Şahmar bəy Hacı Murada deyir ki, onda deyir o zaman sən deməli bir tərəfə adam qoyarsan. Çəpər tərəfə adam qoyarsan. Çəpər tərəfə adam qoyarsan. Digər tərəf onsa qorxulu tərəfdə, orada problem yoxdur. Amma çəpər tərəfə bir adam qoyarsan. Hacı Murad deyir ki, mən özüm orduyam. Yəni Hacı Rəsulun çəpəri tərəfdəyəm. Mən özüm orduyam. Orada duracam. Deyir, yaxşı. Yenidən Şahmar fikirləşir ki, nə olaydı? Bir dənə bunlardan birini tuta bilsəydi, nə yaxşı olardı? Yəni, Rüstəm bəygil tərəfindən birini tuta bilsə, sağ tuta bilsə. Aparıb verərik divana. Canımız bir yolla qutarar. Bu vaxtı Şahmar görür ki, Fəxrəddin gəlir, özü də əlində silah. Fəxrəddin danışa gəlir ki, mən, Fəxrəddin, əlimdə tüfəng. Yəni, mən bura savaşmağa gəlməmişəm axı. Mütərəqqi ideyalara görə mən bura gəlmişəm. Əlimdə silaha görə gəlməmişəm mən bura. Şahmar qardaşı buna deyir ki, Fəxrəddin bəy deyir, sizin məmləkətlə, Almaniya ilə bizim məmləkət belə deyək də, bir-birinə bənziyirmi? Fəxrəddin deyir ki, sizin məmləkət necə olsun, xaraba qalsın sizin məmləkət, kitab cümləsinə deyir. Belə məmləkət olar. Belə məmləkət olar. Bu nə məmləkətdir? Yəni, hamı şəriət adı altında bir-birini öldürür də belə deyir. Amma belə şəriət yoxdur axı. Və burada qardaşına Fəxrəddin öz qardaşına nəsə deməyə gəlmişdi. Şahmardan soruşur ki, yəni nə var, nə yoxdur, yəni nəsə bir gəlib gedən var. Şahmar deyir ki, hələ ki gəlib gedən yoxdur, amma deyir, biz çəpər tərəfə, yəni adam qoymuşuq, it kimi hürəcək. Hürəcək ki, bizi xəbərdar eləyəcək ki, kimsə gəlsin. Yəni hürəndə biz biləcək ki, hücum var. Onu deyir. Və Şahmar qardaşına, Fəxrəddinə deyir ki, sən ged yat da, yəni sən döyüşə gəlməmsən, döyüş tüfəng atmamsan, ged yat. Cahangir də deyir ki, Fəxrəddin də deyir ki, mən onsuz da gedib yatacam. Yəni mən bura savaşmağa gəlməmişəm. Amma bura gəlməyim, mətləbim ondan ibarətdir. Sənə demək istəyirəm ki, sən Allah deyir, heç kəsə güllə atmayın. Fəxrəddinə bax, heç kəsə güllə atmayın. Görün necə mütərəqqi, alçaq, mülayim könüllüdür. Alçaq könüllüdür. Heç kəsə güllə atmayın. Əgər güllə atsaz, o güllə mənim deyil.
Elə bilin ki, gözümə dəyib deyir. Heç kəsə güllə atmayın. Sən Allah heç kəsə güllə atmayın. Uzağa güllə atın, yəni insan atmayın. Qoy qaçıb geçsinlər, adam ölməsin, tələf olmasın. Fəxrəddinə baxın, nə görün, necə oğlandır. Burada həmin məqamda Şahmar bəy deyir ki, narahat olma, eləyərik. Fəxrəddin gedir, uzaqlaşır. Təbii ki, bu güllə atmayacaqdır. Uzaqlaşır və burada deyir ki, Şahmar deyir ki, bu necə olar ki, onlar bizə güllə atsın, amma biz güllə atmayaq. Amma deyir, nə olar Rüstəm bəy gələr? Bir də Rüstəm bəy gəlsəydi deyir, onu tutsaydı, nə olardı? Canımız bir dəfəlik tutarardı, özü gələrdi, görüşər. Və bunu deyir, indi sizə kimləndir? Şahmar bəy də gedəndən sonra qaranlıqdır. Baxın, qaranlıq bir məqamdır, qaranlıq bir yerdir, bağdır, Fəxrəddingilin bağıdır. Bu zaman Cahangirin dostları Fərhadla Məhərrəm gəlirlər. Fərhad buna deyir ki, ay keçəl, belədir, kitab cümləsi ilədir. Ay keçəl deyir, şeytanın ağlına gəlməyə sənin ağlıma necə gəldi, nərdivanı hara qoydun? Məhərrəm deyir ki, nərdivanı çəpərə qoymuşam. Deməli, bunlar nərdivanla çəpərdən keçiblər, hara? Keçiblər Fəxrəddingilin həyətinə, bağına. İndi baxın, Fəxrəddin oturub otağında, öz kabinetində, şam yandırır, qarşısında kitab, əlində də şəkil. İndi baxın, tüfəngdəki Məhərrəmin əlindədir. Yanında da ki, Fərhaddır. Fərhad buna deyir ki, tez ol, yatırdı onu. Yəni vur da, yəni güllə ilə vur onu. Fəxrəddin baxır, deyir ki, afərin deyir. Bəh, bəh, necə gözəl oğlandı deyir. Afərin deyir buna. Fərhad Məhərrəmə deyir ki, neynirsən deyir, bizi tutsalar, dərimizi boğazımızdan deyir, çıxardarlar. Nə varırsan sən deyir. Tez ol, vur gedək. Baxın, əlində tüfəng, oradan da baxır, deyir ki, o Fəxrəddindir deyir. Qarşısında şam yandırıb, kitabı oxuyur, bir tərəfdə də şəkilə baxır. Yəqin ki, o şəkil də Saadət xanımın şəkilidir. Fərhad deyir ki, tez ol, bunu yatır, yəni vur gedək, bizi tutsalar öldürəcəklər, sən nə danışsan? Deyir, diyan, qoy deyir, seyr eləyim deyir. Saadət xanımın kitab cümləsinə baxın, ruhu rəvan bağışlaram, ruhu rəvana sığmazam qəzən yazı salın, ruhu rəvan. Deyir ki, Saadət xanımın ruhu rəvanı necə gözəl oğlandı, maşallah deyir. Fəxrəddin necə gözəl oğlandı deyir. Fərhad deyir ki, nə danışırsan, tez ol, vur, yatır bunu, deyir ki, çap gedək. Deyir, mənim əlim gəlməz elə insana güllə atmağa. Məhərrəmə baxın, mənim deyir, əlim gəlməz. Deyir, nətər əlim gəlməz, biz bura niyə gəlmişik, onu öldürməyə gəlmişik də, yəni Cahangir bəy bizi ona görə göndərib. Hamısı buradadır, ərazidədirlər. Mən bura gəlmişəm deyir. Bura niyə gəlmişik? Onu öldürmək. Tez vur gedək. Deyir, yox deyir. Mən deyir, razı ola bilmərəm deyir. Əgər mənim əllərimi kəssün, Məhərrəm deyir, işlərimlə mən qoymaram ki deyir, ona güllə atar. Bu deyir ki, belə bir cavab verir. Təzədən cavab verir. Deyir ki, axı biz bura nə gəlmişik, niyə gəlmişik? Cahangir bəy nə deyəcək axı biz? Cahangir bəy göndərib bizə. Biz ona nə deyəcək axı? Ona görə gəlmişik. Deyir, sənin işin deyil, deyir. Fərhad buna deyir ki, ay kişi deyir, nə danışırsan deyir, sən bizim deyirsən yoldaş deyirsən, hələ nəsə demək istəyir buna. Fərhad deyir ki, sən deyir, boş-boş danışma deyir. Adam kimi danış, Fərhad. Birdən güllə səsi gəlir. Bunlar qaçıb gizlənirlər, Fərhadla Məhərrəm qaçıb gizlənir. Güllə səsi gələndə Fəxrəddin də tez şamı işığı söndürür ki, yəni içəri görünməsin. Və bu vaxtı, artıq 4-cü məclis tutarır, bu vaxtı Xəlil, orada nökərlərdən birinin adı Xəlildir. Xəlil qışqırır ki, ay tərpənmə deyir, kiməsə deyir. Hacı Murad qışqırır ki, tutun, filankəsi tutun. Şahmar bəy də, yəni Fəxrəddin qardaşı, Şahmar bəy də deyir ki, ay tutun deyir, möhkəm tutun. Şahmar deyir ki, bəs öbürsü hara qaçdı? Biri də var idi. Öbürsü hara qaçdı? Xəlil deyir ki, onu apardılar, bir nəfəri apardılar. Burada belədir. Və 4-cü məclisdə bunu ilə bitir. Görək nə olub bizə uşaqlar 5-ci məclisdə artıq bunlar belə deyək də xəbər veriləcək. Deməli, burada 5-ci məclisi deyirəm. Keçirik 5-ci məclisə.
5-ci məclisdə elə eləyək ki, olar bitirə bilək. 5-ci məclisdə necədir? 5-ci məclisdə göstərirlər ki, Rüstəm bəyin evidir. Rüstəm bəyin evidir və belə deyək, Rüstəm bəyin evində Saadət xanımdır, təbii ki, Gülbahardır, Hürü nənədir, bunlar buradadır. Saadət xanım deyir ki, bunlara, yanındakılar deyir ki, Mahmud evdə deyir, heç belə olmamışdı ki, deyir. Evdə deyir, bir dənə böyük olmasın, yəni bir kişi xeylağı olmasın. Evi yəni belə başsız qoyub geçsinlər, deyir. Belə şey olmuyor. Mahmud da deyir, evdə yoxdur da. Saadət xanım deyir. Gülbahar da buna cavab olaraq deyir ki, Mahmud deyir, şəhərə gedib deyir. Deyib ki, mənim bir neçə günlük işim var. Şəhərə gedirəm, bir neçə gündən sonra gələcəm. Yəni yalandan deyir də ki, qadınlar narahat olmasın. Hürünə nə deyir ki, axşam deyir, qaranlıq qovşanda deyir, Rüstəm bəy deyir, əlində silahla deyir, getdi. Axşam qaranlıq qovşandan 1-2 saat sonra deyir, Rüstəm bəy tüfəngi götürüb getdi. Tüfəngi götürüb getdi. Və ağıllarına gəlir ki, qadınların ağıllarına gəlir ki, bunlar hara gediblər? Həmin tərəfə, Fəxrəddin gil tərəfə gediblər. Yəni, bunların məqsədi ora getməkdir. Bunlar artıq bunu anlayırlar. Elə bu vaxtı səs gəlir. Elə bu vaxtı səs gəlir. Səs gələndə Saadət deyir ki, siz burada durun, mən gedim öyrənim gəlim. Bir müddət sonra Saadət xanım bura gedəndə, baxın bu cümlələri yadda saxlayın, kitabdan oxuyacaqsınız, amma deyirəm. Hürü nənə də, Gülbahar da hər ikisi Rüstəmə qarğış eləyir, Rüstəm bəyə qarğış eləyir. Bax, yadda saxlayın. Bəzən düşə bilər ki, Hürü nənə qarğış eləyir, Gülbahar qarğış eləmir, hər ikisi qarğış eləyir. Hürü nənə də qarğış eləyir. Bu yerdə, 5-ci məclisdə. Qarğış eləyənlərdən biri kim idi? Gülbahar idi. Hər ikisi qarğış eləyir ki, yəni Rüstəm bəylə bağlı qarğışını eləyir, kitabda oxuyarsınız. Və bu qarğış eləyən vaxtı, bu zaman Saadət gəlir. Saadət çatan kimi Hürü nənəyə deyir ki, Hürü nənə, tez ol Əhmədlə, Mahmudun palın paltarın çıxasın, palın paltarın götür gəl. Bunu gedir, Hürü nənə gedib gətirməyə. Gülbahar soruşur ki, nə olur? Saadət deyir ki, çobanlar mənə dedi, kitabda şərh edərsiniz, çobanlar mənə dedi, qırğın olub. Sən artıq evdə qala bilməzsən, Gülbahara deyir. Yəni, qırğın olub, artıq Saadət nəsə eşdi, bunlara deyir. Və Hürü nənə Əhmədlə Mahmudun palın paltarını, yəni kişi paltarını gətirir. Bunlara verir kişi paltarını. Saadət xanım Gülbaharla Hürü nənəyə verir. Deyir ki, bu paltarları geyinin, gecə vaxtıdır da. Geyinin və bağın arxası ilə çıxın gedin. Siz burada qala bilməzsiniz. Bunlar ağlaşırlar, görüşürlər və bunları qadınları Gülbaharla Hürünü yola salır evlərinə. Yəni, hara? Fəxrəddingilə yola salır. Bura yola salır. Bunlar gedirlər. Saadət qalır tək, özə həyəcanlı vəziyyətdir. Elə bu vaxtı görür ki, kimsə gəlir. Saadət xanım soruşur ki, gələn kimsən? Rüstəm deyir ki, narahat olma, mənəm. Yəni, atasıdan mənəm gələn. Və Rüstəm bəy burada qızına deyir ki, Saadət, sən ki, keç içəri, yad adam var. Əslində orada yad adam yox idi. Deyir, yad adam var burada, sən keç içəri. Atasına deyir ki, ata nə olur? Axı, eşitmişdir ki, çobanla qırğın baş verir. Atasına deyir ki, ata nə olur? Deyir ki, keç içəri. Elə bu zaman nökərlərdən 2 dənə Rüstəm bəyin 2 nökərin adını demişdim. Əhmədlə Vəli. Əhməd qolunda tutub Mahmudu sürüyə gətirirdi. Mahmud sən demə yaralanmışdı. Bayaqları 4-cü məclisində sonunda dedim ki, bir nəfər qaçır. Qaçan, yəni yaralı olub qaçan sən demə Mahmud imiş də, bunlar qaçırdıqlar. Mahmud yaralı vəziyyətdə gəlir. Baxın ki, ən dəhşətli səhnələrdən biri bu hissədir. Mahmud yaralıdır, Saadət öz qardaşlığının yaralı vəziyyətini görür, nə vəziyyətə düşər. Və bunu uzadırlar yerə. Xalçanın üzərinə uzadırlar və Rüstəm deyir ki, yanındakı nökərə deyir ki, Əhməd,
bu uşaqda qan qaldı, qalmadı. Ayçə də deyir, bunda qan qalıb, qalmır. Əhməd deyir ki, indiyə qan qalar. Nə vaxtı vırılıb bunu götürüb gəlmiş, indiyə qan qalar. Və burada Rüstəm bəy uşaqlar öz səhvini anlamağa başlayır. Rüstəm bəy xudbin obrazdır. Rüstəm bəy mənfi tərəfləri var. Mənəmlikdir, xudbindir, qəddardır. Amma burada öz səhvini anlayır. Əgər bir obraz öz səhvini anlayırsa, qarşıda sizə lazım olacaq. Öz səhvini anlayırsa, təqsirin başa düşürsə, ona ziddiyyətli obraz deyirlər. Mənfi tərəfdə var, müsbət tərəfdə var, ziddiyyətlidir obrazdır. Həm də bu belə deyək də, mütərəqqi obraz olmasa da, amma təhsilə önəm verirdi Rüstəm bəy. Qızını oxutmuşdu, nökərlərində yaxşı münasibət göstərirdi. Ona görə bu mütərəqqi ideyası olmasa da ziddiyyətli obrazı idi Rüstəm bəy. Yadda saxlayın, Rüstəm bəy ziddiyyətli obrazı idi. Və Rüstəm burada soruşur ki, bəs Vəli hardadır, nökəri Vəli, hansı cəhənnəmdə qaldı? Əhməddən soruşur. Əhməd deyir ki, Vəli qalıb, Vəli ilə Cahangiri deyir, dustaqxanadadır, tutublar. Onlar tutublar, Vəli ilə Cahangiri tutublar. Yəni, saadət istəyən var idi. Onu tutublar deyir, indiyə deyir, Vəli qalar. Və burada öz təqsirini başa düşür. Oğluna deyir ki, oğul, Rüstəm bəy, qəddar. Oğul deyir, təqsir mənimdir deyir, kaş mən öləydim deyir. Sənin yerdə mən öləydim bunu deyir. Və Rüstəm istəmirdi ki, görür ki, artıq oğlunun vəziyyəti pisdir. Oğlu deyir ki, baxın, oğlunun sözünə fikir verək. Oğlu deyir ki, Gülbahar öz həyat yoldaşını çağırır. Baxın burada, Mahmud öz həyat yoldaşı Gülbaharı çağırır və bacısı da Saadət deyir ki, Gülbahar sənə qurban olsun deyir. Gülbaharı çağırım mı? Gülbaharı çağırım deyir mən burada. Gülbahar axı getmişdi axı. Gülbaharı çağırım mı deyir. Amma görür ki, artıq vəziyyəti pisdir, yəni Mahmudun vəziyyəti pisdir. Rüstəm bəy nökərinə deyir ki, istəmirəm oğlum, yəni mənim oğlum Quransız keçinsin. Yəni molla çağır. Əhmədə deyir. Əhmədə deyir ki, molla çağır. Amma Əhməd deyir ki, bu gecə vaxtı qaranlıqda molla nə gəzir? Molla nə gəzir burada? Və bunu deyəndən sonra görürlər ki, artıq keçinmə vəziyyətindədir Mahmud. Mahmudun xalçasını çevirirlər Qibliyə tərəf. Və burada Mahmud artıq keçinmə ərəfəsindədir. Və burada Saadət xanım Quranı götürür, Quran kitabını götürür, oxumağa başlayır. Elə yazıq Allahın adı ilə başlayanda qəşk eləyir, yıxılır. Bunu yadda saxlayaq, qəşk eləyir, yıxılır yerə. Və Rüstəm bəy burada peşman olur. Və Rüstəm bəy Əhmədə deyir ki, ay gədə deyir, o xəncəri sox mənim ürəyimin başına deyir. Mən artıq yaşamaq istəmirəm, mən bi-iman yaşamaq istəmirəm deyir. Yəni, bütün təqsirin boynuna alır. Və bu hadisəni görən nökər Əhməd nə deyir? Baxın, nökər Əhməd deyir ki, ağa deyir, yəni Mahmud üçün deyir, Mahmud artıq keçinir. Ağa deyir, mən bundan sonra deyir, baş götürüb, burada qala bilmərəm, baş götürüb gedəcəm. Amma deyir, sənin qanının əvəzini alıb gedəcəm. Əhmədə baxır, bu da qan davasını güdür. Deyir və 5-ci məclis bunun sözü ilə bitir. Gəldi sonuncusuna 6-cı məclisə, az qalıb, əlavə heç kəs danışmasın, az qalıb. Gəldi sonuncu 6-cı məclisə. 6-cı məclisdə görün nə deyir? 6-cı məclisdə göstərirlər ki, həminki bu Əhməddir. Əhməd gəlib bağa, Fəxrəddinin bağındadır, əlində də tüfəng, görün nə deyir? Deyir ki, bu qısa bir müddət ərzində gör kimlər getdi. Rəşid getdi, Rüstəmin oğlunu deyir. Rəşid getdi, Mahmud getdi, ölənlər sayıra. Vəli öldü, yəni nökər Vəli də ölüb sən deməm. Canı dustaqxanada çürüyür, ölür də, yəni ölür gedir, bu da ölür. Yaradan, axırıncı yaradan ölür, Vəli. 3 nəfər bunlardan ölüb deyir, onlar sayır. Və Cahangir bəy də dustaqxanada, hal-hazırda dustaqxanadadır, canı orada çürüyür. Gör nə qədər adam öldü deyir. Bunlar sayır. Və bunları deyəndən sonra Əhməd
Fəxrəddini güdür. Görək Fəxrəddin neyinir? Fəxrəddin Bağdadır. Yəni artıq sonuncu məclisdir. Bağdadır. Göstərirlər ki, Bağdadır və öz yenə belə deyək də planlarından danışır. Və bunu da özü də deyir ki, özü də bilir ki, bir gül ilə bahar olmaz. Bu da zərbi məsəldir. 6-cı məclisdə işlənən zərbi məsəl budur. Bir gül ilə bahar olmaz deyir. Bilir ki, bu əvvəl planı var idi ki, Rüstəm bəylə barışsın. Amma nə deyir? Deyir, bir gül ilə bahar olmaz deyir. Yəni peşman olub. Və özü də deyir ki, məni ən çox yandıran Mahmudun müsibətidir. Mahmud da yəni belə bir başına iş gəlməlidir. Məni yandıran odur. Baxın Fəxrəddin obrazının xarakter xüsusiyyətlərinə. Bunu da deyəndən sonra vaxtımız az qalıb. Bunu da deyəndən sonra Fəxrəddin bunu deyir və həmin yerdə Hacı Muradı, nökər Hacı Muradı çağırır. Hacı Muraddan soruşur ki, Xəlilin vəziyyəti necədir? Xəlilin qolundan yara olub. Hacı Murad da deyir ki, Xəlilin vəziyyəti yaxşıdır, qolundan yara alıb və həkimimiz, gələn həkim, onu sağaldıb. Həkimin sayəsində saqqalıb. Bunu da deyir. Bu da buna tapşırır ki, bəs sən təhəng çubuqlarını, təhəngi bayaqlar dedim, üzüm çubuqlarını Əhməd bəydən, burada 2 dənə Əhməd adı var, Əhməd bəydən alarsan, yenidən o, belə deyək də, bağın bir hissəsini yenidən qurarsınız. Təzədən, yəni o təhəng çubuqlarını əkərsiniz və bunu tapşırır və burada qəzetləri istəyir. Və burada Fəxrəddin bəy qəzetlərə baxır. Və burada qəzetlərə baxdıqca, təsəvvür edin, qəzetlər də xalqımızdan, millətimizdən yazar da, təsəvvür edin. Xalqdan, millətdən yazar da, nə yazacaq? Hər dəfə qəzetə baxdıqca deyir ki, heyif sənə gözəl İslam, heyif sənə gözəl şəriətdir. Biz nadan vəhşi tayfayıq. Boynunu alır da deyir, bizim vəhşi tayfayıq. Belə İslam olar, belə şəriət olar deyir. Və deyəndə bir anlıq güllə dəyir buna. Fəxrəddinə güllə dəyir. Fəxrəddinə güllə dəyir, Fəxrəddin yerə yıxılır, tez qalxır ayağa. Əhməd vurur da, yəni Fəxrəddin. Tez qalxır ayağa və bu zaman Hacı Murad içəri girir, Xəlil içəri girir, yəni güllə səsinə görə. Anası Mələk içəri girir, Şahmar içəri girir, Gülbahar içəri girir ki, yəni nə olub buna? Və görürlər ki, artıq yəni buna güllə dəyir. Və burada Hacı Murad tez tüfəngi alır Şahmardan, qaçır ki, görüm ki, güllə vuran kimdir, qaçır onun ardıyca. Və burada Fəxrəddin bu hissələri biraz kiçildirəm, diqqətlə qulaq asın. Və burada Fəxrəddin artıq güllə dəyəndə təbii ki, susama vəziyyəti olar. Deyir ki, nəfəsim darxır, həkim harda qaldı? Tez onun, yəni həkimi çağırın da, həkim harda qaldı? Gülbahar da burada qışqırır ki, həkim, həkim deyir, Gülbahar çıxır bayra. Və burada birinci dəfə öz vəsiyyətini eləyir Fəxrəddin. Fəxrəddinin qəlbinə baxın. Fəxrəddin deyir ki, məndən sonra tək nişanə mənim açdığım məktəb və azarxana və məktəbxanadır. Onları dağıtmayın, onları yaşadın. Bu birinci vəsiyyəti. İkinci vəsiyyəti, saadətin xətrinə dəyməyin, yəni saadətə hörmət eləyin. Baxın, bayaqları danışdınız, yadımdan çıxmışdı uşaqlar, yadımdan çıxdı. Mahmud bəy də vəsiyyət eləyəndə demişdi ki, Gülbaharın xətrinə dəyməyin. Gülbaharın xətrinə dəyməyin. Bu da onu deyir, baxın, bunlar əsl sevgini göstərir. Yəni, ədəbiyyatın da bizə öyrətdiyi əsl sevgi bax budur. Bu da deyir ki, ikinci vəsiyyətinə deyir, vəsiyyətə baxan, ölüm anında. Deyir ki, onun deyir, xətrinə dəyməyin, hörmət eləyin. Üçüncü vəsiyyəti odur ki, deyir, düşmənçiliyi eləməyin. Yəni, qan davasını güdməyin, düşmənçiliyi eləməyin, düşməni əhv eləyin, bağışlayın. 3 dənə vəsiyyət eləyin. Vəsiyyət eləyəndən sonra Fəxrəddin Şahmar bəy çağırır, yəni öz qardaşını çağırır, Şahmar. Şahmar deyir ki, nə deyirsən qardaş, yəni Fəxrəddin bəy, nə deyirsən? Deyir ki, Saadət. Bu da Saadəti çağırır. Həmin vaxtı Saadət burada olmur. Şahmar bəy Hürü nənəyə deyir ki, Hürü nənə, tez qaç, Saadət xanım qonşuluqda dayısı gildədir. Onu çağır, gəlsin bura. Tez qaç. Hürü nənə qaçır, gedir çağırmağa, Saadət xanımı çağırmağa. Bu gedib gələnə qədər Hacı Murad gəlir, deyir ki, ağa deyir, Fəxrəddinə deyir, ağa deyir,
mən deyir, səni öldürəni, yəni sənə güllə vuranı belə deyək, sənə güllə vuran güllatanı cəhənnəmə vasilə elədim. Sənin yerinə kaş mən öləydim deyir. Hacı Murad deyir, nökərlərin sadiqliyinə baxın bunu. Bunu deyir və bu vaxtı Saadət gəlir. Saadət xanım gəlir, yaxınlaşır, görür ki, yəni bu artıq yerdədir və kəlmə-i şəhadətini gətirir burada. Onu yadda saxlayın. Fəxrəddin bəy kəlmə-i şəhadətini gətirir. Yəni kəlmə-i şəhadət də kitabımızda var və Saadət xanım gəlir, deyir ki, bəs mən səni bir pəhləvan bilirdim. Nə oldu? Fəxrəddin deyir ki, bu qəza işidir, deyir. Və burada ikinci vəsiyyətini eləyir. 2 dəfə vəsiyyət eləyir. Biri Saadət xanımadır. Saadət xanıma deyir ki, məni deyir, təzə bağda dəfn eləyin. Saadət xanıma deyir, bayaqki vəsiyyətində yoxdur. Məni təzə bağda dəfn eləyin. Bu bir. İkincisi, qan davası eləməyin. Yəni, artıq qan davası bitsin. Baxın, ölür, öləndə də insan ürəyinə baxın. Və bunu deyir və bundan sonra orada Mələk xanım, yəni Mələk, anası, başlayır dəli kimi, belə qalxır ayağa, başlayır əlləri ilə oyza-buyza hərəkət eləmək ki, ay Heydər, yoldaşı da öldürülən yoldaşıdır. Heydər bəy deyir, Heydər, gəl, belə hərəkətlər eləyir. Saadət xanım deyir ki, ay Hürdənəm, mələyi çıxart bayrağı, artıq yəni dəli olurlar, bax, çıxart bayrağı bunu, burada qalmasın. Bu ilə çıxa-çıxa qışqırır ki, Heydər gəl, bəs oğlumun yanında sevgilisi gəlib, toy olacaq, Heydər gəl zat belə, bunu çıxardırlar bayrağı. Və burada artıq Saadət xanım danışır. Saadət xanım deyir ki, buna diqqətlə qulaq asaq, Saadət xanım deyir ki, mən səni bu mərtəbədə sevməsəydim, deyir, Fəxrəddinə deyir. Mən səni bu mərtəbədə sevməsəydim, bir gün belə yaşamazdım. Mən ölmək istəmirəm. Baxın, ölmək istəyirəm demir, mən onu istəmirəm, deyir. Mən onu istəmirəm. Mən, deyir, gündə 5 yol, deyir, sənin qəbrini ziyarət eləyəcəm. Açdığım məktəbxana, azarxanaya, deyir, mücavirlik eləyəcəm. Kitabda yazarsınız, mücavirlik sözün mənası müqəddəs yerlərə xidmətçilik deməkdir. Türbələrdə, pirlər deyək, türbələrdə, ziyarətgahlarda xidmətçiliyə mücavirlik deyirlər. Mən, deyir, açdığın yerlərdə mücavirlik eləyəcəm. Yəni, sənin dediyin arzuları nə eləyəcəm? Yaşadacam, deyir. Səndən sonra mənim ömrüm çox ola bilməz. Mən, deyir, vəsiyyət eləyəcəm ki, məni də, deyir, o həmin yerdə dəfn eləsinlər, bir yerdə dəfn eləsinlər, o yerdə dəfn eləsinlər. Qəbrimiz yəni bir olsun da, belə deyək. Mən onu vəsiyyət eləyəcəm. Mən bu vaxtacan həya eləmişəm, qadına baxın, mən bu vaxtacan həya eləmişəm, sənin əlindən belə öpməmişəm. İndi, deyir, ayrılıq vaxtıdır, sənin üzündən öpəcəm. Buna deyir, ayrılıq vaxtıdır, deyir indi. Və bunu deyir və ikinci dəfə bunun üzərində Quran oxuyur. Elə Allahın adı ilə başlayan kimi qəşş eləyir, yıxılır yerə. Və bu məqamda qəşş eləyir, yerə yıxılır. Bu məqamda səda-i qaybanə. Səda-i qaybanə nə demək? Qeybdən gələn səda, səs. Əsərimiz, uşaqlar, arada bir deyə bilərsiniz, əsərimiz nə ilə bitir? Səda-i qaybanə. Yəni, qeybdən gələn bir səslə bitir. Tələsmə, qeybdən gələn səsdə nə deyir? Qeybdən gələn səsdə 4 misralıq şeirlə bitir. Övrətlər içrə eylədi bəxtiqarə səni. Sonuncu misrada belədir. Və burada pərdə salınır.